Salam, hər kəsi salamlayıram. Bugün kanalımızda ən çox maraq doğuran mövzulardan birini, astrologiya və maddi rifah arasındakı gizli əlaqəni analiz edəcəyik. Astrologiyada biz buna maliyyə maqnetizmi deyirik. Bu videoda mən sizə pulu sanki maqnit kimi özünə çəkən, ulduz xəritəsində maddi bolluq kodları olan bürclərdən danışacağam. Əgər siz də öz bürcünüzün maliyyə potensialını öyrənmək və bu enerjini necə aktivləşdirəcəyinizi bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Başlamazdan əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə başlayaq. Buğa, maddi dünyanın memarı. Siyahımızın ilk sırasında təbii ki, buğalar yer alır. Astrologiyada ikinci ev, yəni şəxsi resurslar, pullar və maddi dəyərlər evi Buğa bürcünün idarəçiliyindədir. Bu o deməkdir ki, buğalar pulun enerjisini ən fundamental səviyyədə hiss edirlər. Onlar üçün pul sadəcə bir alış-veriş vasitəsi deyil, təhlükəsizliyin və keyfiyyətli həyatın rəmzidir. Buğaların pulu çəkmə sirri onların səbr və davamlılıq enerjisində gizlidir. Onlar qısa müddətli qazancların deyil, uzun müddətli və möhkəm sərvətlərin peşindədirlər. Buğa bürcü keyfiyyəti sevir və kainat onun bu yüksək standartlarına hər zaman cavab verir. Onlar maliyyə qərarlarını emosiyalarla deyil, məntiqlə və analizlə verirlər. Burada bir məqama toxunmaq istəyirəm. Əziz izləyicilər, şərhlərdə qeyd edin. Sizin həyatınızda maddi imkanlar daha çox gözlənilməz şanslar vasitəsilə yaranır, yoxsa hər bir nailiyyətiniz uzun müddətli zəhmətin nəticəsidir? Fikirləriniz mənim üçün çox maraqlıdır. İndi isə keçək növbəti bürcümüzə. Oğlaq, strateji zənginlik. Növbəti böyük maliyyə gücü oğlaqlardır. Oğlaq bürcü pulu strateji zəka və intizamla özünə cəlb edir. Onlar üçün zənginlik bir təsadüf deyil, düzgün qurulmuş bir sistemin nəticəsidir. Oğlaqlar gələcəyi planlaşdırmaqda ustadırlar. Onlar 10 il, 20 il sonranın maliyyə mənzərəsini görə bilirlər. Oğlaq bürcü olan yerdə mütləq bir yüksəliş var. Onlar zəhmətdən qorxmurlar və ən çətin yollarla belə zirvəyə çatmağı bacarırlar. Onların pul çəkmə xüsusiyyəti etibarlılıq üzərində qurulub. Böyük investorlar və tərəfdaşlar oğlaqlara etibar edirlər. Çünki bilirlər ki, oğlaq olan yerdə risk minimuma enir, qazanc isə qaçılmazdır. Burada növbəti sualımı vermək istəyirəm. Təsəvvür edin ki, böyük bir kapitala sahibsiz. Siz bu vəsaiti dərhal yeni bir investisiyaya yönləndirməyi üstün tutarsınız, yoxsa şəxsi arzularınızı reallaşdırmağa? Hansı yanaşma sizin xarakterinizə daha yaxındır? Növbəti bürcümüz isə Əqrəbdir. İntuisiya və böyük kapital. Əqrəblər astrologiyada 8-ci evi, yəni digərlərinin resursları və ortaq maliyyə evini idarə edirlər. Bu onlara başqalarının idarə edə bilmədiyi böyük məbləğləri idarə etmək qabiliyyəti verir. Əqrəbin maliyyə maqniti onun sarsılmaz intuisiyasıdır. Onlar hansı layihənin gəlirli olacağını, hansının isə uğursuzluğa düçar olacağını daxili hissləri ilə bilirlər. Əqrəblər böhran anlarında soyuqqanlıqlarını qoruyaraq ən böyük qazancları əldə edirlər. Onlar çətinlikləri fürsətə çevirməyi bacaran yeganə bürcdür. Onların maddi vəziyyəti çox vaxt gizli qalır. Lakin bu onların zənginliyinin miqyasını kiçiltmir. Əksinə, əqrəb susursa, deməli, böyük bir maliyyə axınını idarə edir. Növbəti bürcümüz Şir, nüfuz və bolluq enerjisi. Şirlər pulu öz daxili enerjiləri və nüfuzları ilə çəkirlər. Onlar hər zaman ən yaxşısına layiq olduqlarına inanırlar və bu inam
kainat tərəfindən maddi imkanlarla qarşılanır. Şir bürcü kiçik hədəflərin deyil, geniş miqyaslı uğurların arxasında gedir. Onların maliyyə kodu təqdimat və xarizmadır. Şir bürcü hər hansı bir layihəni elə bir şövqlə təqdim edir ki, ətrafdakı insanlar ona dəstək olmaqdan çəkinmirlər. Onlar bolluq enerjisini sevdikləri üçün pul onlara asanlıqla axır. Şirin əlində olan hər bir resurs parlayır və böyüyür. Növbəti bürcümüz isə qız. Analitik zəka və dəqiqlik. Qız bürcü zənginliyi hər bir detala verdiyi önəmlə və analitik zəkası ilə qurur. Onlar maliyyə sahəsində heç bir səhvə yol vermirlər. Qız bürcünün pul çəkmə sirri faydalı olmaq prinsipindədir. Onlar hər zaman elə bir xidmət və ya məhsul təqdim edirlər ki, onun tələbatı heç vaxt bitmir. Onların maliyyə idarəçiliyi hər zaman sabitdir və bu sabitlik illər keçdikcə böyük bir sərvətə çevrilir. Bugün biz astrologiyanın ən güclü pul maqnitlərini analiz etdik. Unutmayın ki, bürcünüzdən asılı olmayaraq, hər birinizin fərdi xəritəsində uğur qazanmaq üçün gizli potensiallar var. Bu analizlər sizə həmin potensialı kəşf etməkdə bir yol xəritəsi olmalıdır. Sizin bürclərlə və maliyyə vəziyyəti ilə bağlı müşahidələriniz necədir? Şərhlərdə bölüşməyi unutmayın. Videonu bəyəndinizsə, dostlarınızla paylaşın. Növbəti videolarda görüşənədək ulduzunuz daim parlasın.